Və əziz dostlar, yeri gəlmişkən, demək Ceyhun Məmmədovun bir açıqlaması da var. Ceyhun Məmmədov. Ceyhun Məmmədov nə deyir? Deyir, Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir. Təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər. İndi mən buradan müraciət edirəm. Bax, orada bax, Laçından bizi izləyənlər var. Qarabağ bölgəsindən. Deputat Ceyhun Məmmədov deyir ki, 120 saylı Cəbrayıl Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Qarabağa qayıdan vətəndaşların çoxunun iş tapa bilmədiyi barədə narazılıqlar fonunda olan müavinət verilməsi təklifinə münasibət bildirim. Deputat Pravdazı açıqlamasında deyir ki, bugün Qarabağda vətəndaşların işlə təmin olunmaları üçün dövlət tərəfindən bütün lazımi şərait və imkan yaradılıb. Qarabağdan olan və bu bölgədə tez-tez görüş keçirən bir deputat kimi deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər iş var. Bu yaxınlarda getdiyim vətəndaş qəbulunda xüsusi nümayəndəliyin əməkdaşları da iştirak edirdilər. Vətəndaşlara, onlara müxtəlif işlər təklif etdilər. Təəssüf ki, heç də insanların hamısı işləmək istəmir. Müavinətləri verə-verə, güzəştlər edə-edə insanları daha çox ələ baxımlılığa öyrədirik. Müavinət və dəstəyin verilməsinin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfi də budur ki, insanlar işləmək istəmirlər, hər zaman dəstək istəyirlər. Bunu deputat Ceyhun Məmmədov deyir. Daha sonra qeyd edir ki, biz insanları Qarabağa qaytarırıq. Bu böyük bir qayıdışdır. Dövlət hələ də vətəndaşına müavinət, qaçqın pulu verir, dəstək göstərir. Ermənilər məskunlaşdırmanı həyata keçirə bilmədikləri üçün Qarabağı əllərində saxlaya bilmədilər. Məskunlaşdırmanı həyata keçirə bilsəydilər, bugün Qarabağı azad etmək çox çətin olardı. Məsələnin bu tərəfinə də mütləq nəzərə almalıyıq, deputat Ceyhun Məmmədov bildirir. Ceyhun Məmmədov burada bir xəta edir. Yəqin ki, bilmirəm, bunun yazısı təhrif olub, yoxsa yox. Və ermənilər deyir, məskunlaşdırmanı həyata keçirə bilmədikləri üçün Qarabağ əllərində saxlaya bilmədilər. Məskunlaşdırmanı həyata keçirə bilsəydilər, bugün Qarabağı azad etmək çox çətin olardı. Bu yanlış bir fikirdir. Deputatın, bilmirəm, bunu bilərəkdən deyib, bilməyərəkdən, bəlkə də indi bəzən deputatlar səs atır, jurnalistlər işləyir o səsi. Bu Azərbaycan ordusu zor, belə deyək də, qolunun hesabına, gücünün hesabına cənab prezidentin orduya verdiyi həm maddi rifahının dəstəyi, həm müasir silahlanma, həm ordunun təminatı, psixoloji vəziyyəti imkan verdi ki, biz o torpaqları alaq. Yəni, ermənilər orada necə məskunlaşmasından asılı olmayaraq, dostlar, mən bir həm də ehtiyatlı olan bir zabit kimi deyirəm, o relyefə bələd olan insan kimi deyirəm, səngərdə xidmət etmiş zabit kimi deyirəm ki, hansı səviyyədə olsaydı Azərbaycan ordusu mütləq onu almalıydı. Bu belə. İkinci, deputat Ceyhun Məmmədov deyir ki, burada insanları ələ baxımlığa öyrətdirlər, müavinətləri verə-verə, güzəştlər edə-edə insanları daha çox ələ baxımlığa öyrədirik. Müavinət və dəstəyin verilməsinin müsbət tərəflərlə yanaşı mənfi tərəfləri budur ki, insanlar işləmək istəmirlər, hər zaman dəstək istəyirlər. İndi biz insanları Qarabağa qaytarırıq, bu böyük bir qayıdışdır. İndi dostlar, həqiqətənmi, belə deyək də, deputat Ceyhun Məmmədov düzmü deyir? Yəni, Qarabağda insanlara iş təklif olunub, bunlar da o işi qəbul etmir. Başa düşdümü? Sən bəlkə gəlib deyirsən ki, mənə burada marketdə 3 manata işlə. İndi son zamanlar, əziz dostlar, bu məcburi keçmiş, məcburi köçkünlərlə bağlı bir mövzu gündəmə gəlib. Elə bilən də danışır. İndi hamı olub qaçqınşünas, hamı olub Qarabağşünas. İndi belə deyək də, dünən gördünüz də yağışda, Ağdamda o təzə tikilən evlər hansı vəziyyətdə idi. Özdə hamısı da indi
əksəriyyəti deyirəm də, indi hamısını deyə bilmərəm, gördüklərimi deyirəm. Yağış yağıb, evlər dolub su ilə. Bir də deyir ki, gedin orada yaşayın. O iş, adamı göndərirsən, iş yeri olmaz da qardaş. Bəlkə bu, baxın dostlar, bu məcburi köçkünləri başa düşmək lazımdır. Bəlkə də bunun 2 övladı tələbədir, oxuyur, oxudur. İndi düzdür, onlara demək, onlardan pul alınmır. Pullu məktəblərdə dövlət hesabına məcburi köçkünlər övladları oxuyur. Bəlkə 2 tələbəsi var, 3 tələbəsi var. Bunlara ən azından yol pulu göndərmək lazımdır, yemək pulu göndərmək lazımdır. Və sən bunu göndərsən, deyirsən, ged orada yaşa. İşi yox, gücü yox. Bəs nə eləməlidir? Sən onu keçmiş məcburi köçkünün yerində. Bu adam nə eləməlidir? Torpağı yox, mal heyvan saxlasın. Nə bilim, toyuq saxlasın. 6 sot, 4 sot torpağın içində tövlət tikmək olmaz, hin tikmək olmaz. Nə eləməlidir? Oturub gözünü tavana zilləməlidir, baxmalıdır ki, hardan qazanmalıdır? Öz-özü düşünün də. İndi dostlar, Ceyhun Məmmədov, yenə də deyirəm, deputatdır. Mən demirəm, yalan deyir. İndi ola bilər, bəlkə də vətəndaş qəbulunda. Amma hansı işlər təklif olunur, mən onu bilmirəm. Hansı işlər təklif olunur, hörmətli deputat? Bir açıqlayın, deyin. Və insanları ələbaxımlığa kim öyrədir? Məmurlar öyrədir. Əgər iş yerləri açılsa, hər kəs gedib bir 700 manat, 800 manat, 1000 manat əmək haqqı alsa, kimsə gedib deyərmi ki, mənə oradan kart verin, ayda 300 manat. Əlbəttə, bu düzdür, insanları tənbəlləşdirir, amma iş yeri yoxdur, neynəsin? Mənə elə mesajlar göndərirlər, yazırlar. 5 uşağı var, 6 uşağı var, iş yeri tapa bilmir. Ən azından o ailə sayı çox olan insanlar ki var, onları həmin, belə deyək də, 5 uşaqlı ailələr var, 4 uşaqlı ailələr var. Heç olmasa onları siz işlə təmin edin. Şəxsən mənim tanıdığım 5 nəfər ailə üzvü olan bir şəxs var. Hamıya iş verirlər, onun ailəsinə bir iş vermirlər. Nə, direktor istəmir, icra hakimi vəzifəsi istəmir. İndi o sosial, o dost xidmətləri var, nə bilim, kəndlərdə təmizlik işləri ilə bağlı məşğul olan, nə bilim, heç olmasa o işlərlə bağlı bunlara bir işlə təmin etmək lazım. O yazıq nə eləməlidir? Gedir, deyir ki, bəs xeyr, günah deyirəm, vətəndaşlarda bir inamsızlıq var. Vətəndaşlarda məmurlara qarşı inamsızlıq var. Ən azından, sən gedirsən işə, 10 nəfər qohumu göndərirsən, götürürsən işə. 5 nəfər, nə bilim, kimi götürürsən işə, dostu, tanışa, 2 nəfər də gedir, yazıq kasımı götürürlər işə. Niyə etmirsin? Ne işte, baxırsan, hansı sayta baxırsan, Bakıya giriş pullu, taksi qalxır, qiymət qalxır, cərimə qalxır, o qalxır. Əli pəncərədən çıxarsan maşından, nə bilim, cərimə qalxır. Bilirsiniz, bu siz cəmaat, psixoloji rəyi siz hesablamışsınız mı? Ölkənin o Zahid Orucov rəhbərliyi eləyir. Orada bir strateji araştırmalar mərkəzi var. Bir hesablamışsınız mı ki, insanlar orada bu xəbərə hansı reaksiya? Bir sorğu keçirdin də. Sorğu keçirdin də. Dostlar, mən digər bir mövzumuz var. Elə bu mövzu ilə bağlıdır dostlar. Demək, deputat deyir ki, yatırsan, oyanırsan, görürsən ki, demək, hasarlama. Deyir ki, Bakıda özbaşınalıq davam edir. Elşad Musayev deyir, dostlar, deputat deyir.
Deyir Bakı